Mən hər kəsə təşəkkür edirəm. Bugün vaxtına ayırıb gəlib bu təqdimatda mərasimdə iştirak edənlərə və bütün çıxışçılara təşəkkürümüzü edirəm. Çıxış eləməyə vaxtı olmayanlara təşəkkür edirəm. Nizam müəllimə biraz açıqlama vermək istəyirəm bu poemanın yaranması barəsində. Mən yəni o vaxt Əminə Dilbazi haqqında kitab yazırdım və Rəqs Şəhzadəsi adında bir kitab hazırladım və həmin vaxtda mənə təklif olundu ki, məsələn, Cövdət Hacıyev belə simfoniya yazırdı, 4 hissədən ibarət və sən onun mətnini yaza bilərsən mi? Dedim, Allah, həmin bu böyük məsuliyyətdir, baxın görün. Nəsə şükür Allaha alında ama çox tərəddüd elədim, yəni. Dedim, Allah'a görürsən necə qarşılanacaq ailə tərəfindən, sonra ictimaiyyət tərəfindən. Şükür Allaha ki, qarşılanır, yaxşı qarşılanır. Yəni, onu demək istəyirəm ki, bu simfoniyanı hər adam başa düşə bilmir, çətindir, bu musiqidir. Ona görə bu mətn formasında artıq oxuculara təqdim olundu və bu kitab 94-cü ildə çap olunanda burada üstündə elə Cövdət Hacıyevin şəklini vermişik burada. Bax, belə bir şəkildə çap olundu və olan oğlu İsmail Hacıyev Kanadada yaşayır, çox tanınmış dirijordur. Həmin kitabdan demək 50-dən apardı oradan Kanadada demək cəmaata, yerli ictimaiyyətə payladı. Çünki onda Heydər Əliyevin 85 illiyi idi və Kanadada üstün açılışı idi. Həmin açılışda da bu kitabı orada yerli cəmaata təqdim elədi. Sonra nə deyim, sonra da hepinizə təşəkkür edirəm. Sağ olun. Yorulmuşsunuz bayanlar. İndi fasilə vaxtıdır. Vaxtınızı alır. Allah hamınızı var eləsin. Gülnur xanım, yemək içmək olacaq da. Yemək, içmək, yemək olur. Həqiqətə mi gəlmişsən? Sağ olun, bir daha. Sağ olun, hər birə təşəkkür edirəm. Sağ olun, Allah'ın adına. Güzel, biri de gelir.